Baxdım dünənlər göndərdiyim videoya. Deyir ki, hər şeyi Allah yaradıbsa, bəs Allaha kim yaradıb? Baxdım baxmağına. Prosta sualın özü absurd sualdır axı. Amma yenə də bir cavab verməyə ehtiyac var. Ustad buna necə cavab vermək olar? Bəli, bu sualın özü səhvdir. Bu fikrə iki dənə cavab vermək olar. Bir qısa cavab. Qısa cavab budur ki, əgər Allahı da bir başqa yaradan olsaydı, deməli Allah həmən o yaradan olacaqdı. Bu Allah dediyimiz olacaqdı məxluq. Birdən sual yenə də təkrarlansın. Bəs onu kim yaradıb? Onu da bir başqası yaradıb. Onda o Allah olacaqdı. Bu olacaqdı məxluq. Yaradılmış. Çünki yaradılmış Allah ola bilməz. Bu qısa bir cavabıdır. Amma geniş bir cavab vermək istəsək buna, bir qədər ətraflı danışmalıyıq. İllət və mə'lul var. Yəni səbəblər və nəticələr. Hər bir şeyin bir səbəbi var. Hər bir şeyin bir səbəbi var. Bu səbəbləri biz bir-birinin üzərinə qoyulmuş kərpic kimi təsəvvür eləsək. Bu kərpic buna söykənib. Bu kərpic buna söykənib. Bu səbəbdir, bu nəticə. Bu nəticədir, obrisi onun səbəbidir. Ta bu cürə qoysaq bir-birinin üstünə. Mütləq son səbəbi, daha doğrusu əvvəl səbəb, səbəblərin səbəbi biri olmalıdır ki, o heç nəyə nə olmasın, dayanmasın. Əgər desən, yox, bunu da neyəsə söykəm, silsilə deyilən bir şey ki var, təsəlsül deyirlər. Silsilə ilə bu bunun səbəbi, bu bunun səbəbi, bunun səbəbi. Bunu elə ateist də, ilahiyyatçı da qəbul eləmir. Mütləq dayanan nöqtə olmalıdır. Bəli. Ki, ondan o yana heç bir səbəb olmasın. Ki, yaradılış, başlanğıc buradan başlamış olsun. Mütləq bir qüdrət olmalıdır ki, bütün səbəblər ona nə olsun, dayansın. Buna deyirlər səbəb-nəticə qanunu. Və Allah dediyimiz Zat-ı Pak həmən o qüdrətdir ki, ilk səbəbdir. Bütün varlıqlar ondan yarandı. Əgər desək, onun da yaradanı var, onda o olacaq Allah. Bu Allah deyil. İlk yaradan Allahdır. Mütləq bu durmalıdır. Təsəlsül, silsilə ilə gedilmə, elmə zidd olan bir şeydir. Yəni, bu sözün sən demişkə, absurddur bu. Yəni, Allahı kim yaradıb? O, kimsə yaradıbsa o Allahdır. Sən onu kim yaradıb? O Allahdır. Bu cür də gedə bilməz, mütləq durmalıdır. Ki, kainat sıfırdan başlasın. İlk yaradan ki var, ilk yaradan. Hə, məsələ onun üzərində durur. O, şuurludur ya şuursuzdur? Bax, problem bunun üzərindədir. Bütün fəlsəfəçilər qəbul edirlər o ilki. Amma o şuurludur, yoxsa şuursuzdur söz ondadır. Ögə desə ki, bəzilər deyirlər ki, enerjidir. Enerjidir, xeyr. Allah diridir. Allah qüdrətlidir. Allah elmlidir. Allah görəndir. Allah eşidəndir. Allah danışandır. Yəni, sadəcə olaraq bir enerjidən ibarət deyil. Bir gücdən ibarət deyil. Təbiət deyilən kimi. Əgər desələr, bəzilər deyilər, təbiətdir bu. Əgər təbiətin özü belə, desən ki, bu sifətlər var onda, canlıdır, düşüncəlidir, danışandır, idarə edəndir, onda elə sən təbiət deyirsən, o Allahdır. Adına təbiət deyirsən, adını dəyişmirsən, elə o Allahdır. Bizim dediyimiz Allah şuurlu, düşüncəli, qüdrətli, idarə edən Rəbb, ruzu verən, dirildən, öldürən bu sifətlərə malik olandır. Və o əvvəlin səbəbdir. Bu kifayətli cavab yoxsa genişləndirək? Yox, bizə kifayətdir. Sağ ol. Bismillah.